Değerli hanımefendiler, değerli soydaşlar, vəziyyət dəyişdi. Vəziyyət dəyişdi qardaşlar, bacılar, vəziyyət dəyişdi. Artıq azadlığın bir addımlığındayıq. Artıq İlham Əliyevsiz Azərbaycanın bir addımlığındayıq. Artıq böyük güclərlə əlaqəyə keçirik, komandamı hərəkətə keçirirəm və özüm də birazdan az sonra böyük güclərlə danışacağım, böyük qüvvələrlə. Azərbaycan, Avropada, Britaniyada Azərbaycan əmlaklarının satılmasına qadağa qoyulsun. Hətta Türkiyə, Belarusiya, deyək Gürcistan kimi avtoritar ya qismən avtoritar ölkələrdə də Azərbaycan əmlakı İlham Əliyev satdırırsa, satıb əl dəyişdirirlərsə, hamısı 19-cu 20-ci ildən bəri araşdırılacaq. Satılan və alınan satış alış təzdən satış alış təzdən analiz ediləcək. Afaq xanım bunu axşam yadıma sal danışım. Deməli nəyi? Alış satış. Sən bir maşın alırsan elə. Ha qardaş, qoyun oğlu qoyun məni başa düşməyən. Gedib İlham Əliyevin məmurlarının milyonlarla, 100 minlərlə dollar verib əmlakını alan. Ay itdən əmələ gələn. Sən bir maşın alanda onun şase nömrəsinə, motor nömrəsinə, öz nömrəsinə bunun oğurluq olub olmadığını analiz edirsən ya yox? Analiz edirsən. Bir heyvan alanda biri gətirsə heyvan, hara heyvanını soruşursa. O desə ki, İncevandan oğurlayıb gətirmişəm, onu alarsan mən. Dilicandan neyi oğurlayıb gətirmişəm, onu alarsan mən. Almazsan. Demək ki, sən heyvan alanda, maşın alanda, nə alandasa, savasız kasıb belə, ya savatlı kasıb belə bunu incəliyir. Oğurluq olursa, şübhəlidirsə almır. Amma nətər olur, sən 100 minlərlə, milyonlarla şirkət alırsan, villa alırsan, saray alırsan, yaxtalar alırsan, nə alırsan, neft platformalar nə? Sən nətər yəni sən maraqlanmırsan bu saray nə ilə tikilir? Sən bilirsən ki, bu saray hansısa nazirin, hansısa şillə vuranın, hansısa quşunun olur. Hansısa nazirin, hansısa generalın şeyini yalayan adamdır, qadındır bu sarayı satan. Sabah qabil kim adam gələcək deyəcək ki, bu oğurluq xalqın əmlakıyla tikilən saraydır, villadır. Bunu alanda bilmədinmi ki, bu haram yoldan tikilir? Bir soruşmadınmı ki, sən bunu ipoteka ilə ödəyirsən pulunu? Sən bunu harda işləyirsən? Rusiyada işləyib qazanırsan. Sən hansı maaşla bu evi tikirsən, mən də bunu halal olsun, halal malı alım. Mənim də halalım olsun. Ha? Sən bir qadınla evlənəndə belə halalın olmaq üçün belə halal olub olmadığını analiz edirsən. Bu kimin gündən neçəsinin altında yatıb mı, yatmayıb? Bu təmizdir mi, təmiz deyil mi? Bakıda mı, Bakıda deyil mi? Yoxsa ərdən çıxıb, doldu mu? Bir əri olubdu, sən də ərdən çıxırsan, ya çıxmayıbsan, qəbul edirsən. Yoxsa bu ərdən çıxandan sonra bir neçə də oynaşım olubdu. Yox, qadın hanım, yox. Bütün 19-cu ildən bəri, 20-ci ildən, 19 ya 20-dən nə qədər 100 minlik, milyonluq alış-satış var. Ölkə daxilində, ölkə xaricində. Bizim xalqımızı maraqlandıran, Azərbaycana bağlılıq olan adamların hamısının araşdırması gedəcək. Hamısının araşdırması gedəcək. Mən Əli Kərimli də eləmə, hərənizin bir qarmağınız ola, atmışsınız, yakır atmışsınız Əli Kərimliyə, Quba Dibadovun mulayimdən istifadə edəsiniz. Əli Kərimliyi Qubada, Əli Kərimliyə qataram, Əli Kərimli Qubada. Sizi də onlara qataram, onlar da sizə. Kimsə kimisə bağışlamamalıdır. Doğma qardaşımız belə olsun. Evladımız belə olsun. Hər kəs öz etkilərinin cəzasını çəkəcək. Hər kəs oğurladığını xalqa qaytaracaq. Bunun ikinci bir variant yox. Əvvələn çayxanada oturan uşaqlarda cəbhəçilərin çalışır. Səviyyə yox, Əli bəyin yanındadır. Səviyyə yox, Əli bəyin yanındadır. Aracıda kankadır da, sabah o bir böyük adam olacaq. Mənim sözümü yerinə yetirəcək. Yerinə yetirəcək. Əli Kərimlidir. O da qabil kimi evladının maaşını gözləyəcək, evladını ayaqqabı almaq üçün. Bəli. Bu arada mənim niyə yadıma salmıyorsunuz ay? Afaq xanım, ay Mehriban xanım. Dünənləri mən soruşuram ay Yusifdən, ay bu dollar işarəsi nədir? Deyir ata və bilməsəm hər adam oradan pul göndərir olsan, hər adam orada saat pul yatırda bilər. O ondan ötər. Avtomatik gəlir ora. Bu başqa platformalardan çıxanda olmur, amma bu platformalardan çıxanda orada dollar işarəsi olur. Dollar işarəsi. Bildikdə 50 dollar, 100 dollar hər adamın imkanı yoxdur. Hər adamın imkanı yoxdur. Hər adam. Məni izləyən, sevən 50 mini demirəm, 100 minlər baxşı. 5 min adam, 5 min adam 1 dollardan göndərsə, 1 dollardan, 5 min adam 1 dollardan ora vurub göndərsə, 5 min dollar eləyir. Və bu qabilin, demək olar ki, illik problemini həll eləyir. Və niyə eləmirsiniz siz? Və niyə eləmirsiniz siz? Yaxşı oğlanlar bir 10 dollar vurur, bir 10 nəfərdə imkanı olub göndərənməyən və yaxud bacarmayanların əvəzinə də vurur. İmkanı olan 10 dollar. Niyə eləmirmişsiniz? Mən bunu bilmirəm. Sizə nə gəlirdi? Mən də deyirəm, bu da dolların işarəsini vurub göndərənməyəsinizmi? Sonra hər kəs İBAN-la, telefon üzərindən hər kəs pul göndərə bilir. Demək ki, qanınızda haramlıq var. Demək ki, canınızda haramlıq var. Demək ki, hamı deyir, Allahdan buyruq, ağzıma quyruq. Bir yaralı bormağa siydə. O vaxtı biri gedirmiş Məkkəyə, Kəbəyə. Babam söylüyor. Qara deyir. Hər bir tərəfdən dedim, mənə onu al, mənə təsbih al, mənə kəlağay al, mənə xalça al, mənə nə bilim filan xalça gəl.
Məndən nə bilim səhəng al, məndən nə bilim termos al, mən nə də o şey simavar al. Hər bir şey tapşırır. Hə, kəsdoma. Bir də gəlir bir kasıb adam bilir. Ay baba. Ağsaqqal. Mənə bir tütək al, tütək. 20 qəpiyini verir, 20 qəpiyini. Deyir mənə bir tütək al. Bax, deyir sənin işin düzəldi. İndi qadınlarım, indi bilmirəm nətər. Avropaya gedəndə, Avropaya gedəndə, Avropaya, İrana, Gürcistana, ora. Bir balaca Sovet hakimiyyətinin vaxtında, bir balaca Heydər Əliyevin vaxtında elə idi. İndi çox kasıb adam bir-birinə deməyə utanır. Hamı deyir, ha siqaret al. Ay bir paçka Marlboro al, bir blok nə bilim, onu al, bunu al. Hamı bir-birinə deyir də gedənlərə. Deyir, ay bir oradan bir yaxşı Nimirova gətir. Pul verən yoxdur, hamı tapşırır. Və salam. İndi isə dəyərli vətənlər. Burada fakt düşdü, səndə imkan var imiş, amma kömək yox imiş. Hamı mübarizə var. Yenə də $1, $1. Mənim il ərzində problemimdən çıxartmaq demək. İl ərzində. Bir illik. 50.000 adamın, 5.000 adam $1 göndərsə, $5.000 eləyir. 5.000 adam, 5.000 adam $1, $5.000 eləyir. O demək ki, Qabil bir ildən çox problemdən çıxdı. Hə, bu xalqın babuşlara göz açıqdır. Bu xalq deyir, İlham rədd olsun, uyda bezmişəm, bilirəm, hamının borcu var. Hamının problemi var. Mənim problemim hamıdan çoxdur. Milyonları verirlər mənə yaxın durmuram, evdə olur, çörək tapıram yeməyə. Mənim problemim hamıdan çoxdur. Məni izləyən adamların 90%-dən çox mənim problemim, onun evində yiyən yemək də mənim evimdən yaxşıdır. Yemək də yaxşıdır. Mənim problemim hamıdan çox. Mənim nə qazancım nədir? Xalq sevgisi, quru sevgi. Xalq sevgisi, bir də balalarımın hər iki məktəbdə bir nömrə olması. Mənim qazancım budur. İşləyə də bilmirəm Almaniyada. Demək ki, mənim axşam yadıma salıb cəmaatı danlayım. Mehriban yadıma salıb, yadıma salıb o dollar işarəsinə görə cəmaatı danlayım. Nəysə. Sonra burada qəşəng xəbərlər var idi. Düzdür, axşam bunun qaydası idi. Dəyərli dəyərli soydaşlarım. İlham Əliyevə Avropa 48 saat vaxt veribmiş. Sonunda İlham Əliyev siyasi məhbuslar buraxmayıb və gəlib dərdananı geyindiriblər. Deməli, darmadağın eləyiblər Azərbaycan. Ay qardaş, darmadağın eləyiblər Azərbaycanı. Darmadağın eləyiblər Azərbaycanı. Avropa anti-Əliyev qətnaməsi qəbul elədi. Amerika bu işə dəstəkdir, oradan da bəyanatlar gəldi. Britaniyada elə bunu gözləyirdi. Sadəcə yanvar ayının sonuna qədər verilən qərarı qəsdən gecikdirdilər ya da çatdıranmadılar, gecikdirdilər. Paşinyan'a dəstək amacından. Avropa orada qazmaz oturmayıb, orada hamısı 100 il qabağı görən adamlar oturur orada. Dünyanın Avropadan idarə olunur. Deməli, gəlin belə deyək, burada çox materiallarım var idi, sizə verməliydim, amma qalsın, dəyərli vətənlərim, dəyərli soydaşlarım. Biraz axşam yayımına saxlayaq da, başınıza dolanayım sizin. Elə deyil mi? Saxlayaq mı axşam yayını? Bu bir dənə burada dostların xəbərlərinə baxın. İnanın, o qədər qlobal xəbərlər var. İnanın ki, İlham Əliyevi yıxmağa o qədər yaxınıyıq ki.